Ümumiyyətlə bir məsələ var, o yıxılana balta çalmaq. Bu təəssüf ki, yıxılana balta çalan çox olur. Bəzən bizdə deyil, bütün dünyada belədir. Klaviatura pəhlivanları var. Oturub evində isti kofesini içə-içə rəy bildirərlər. Çox gözəl belə, baxarsan belə pafoslu, bəzən belə geniş bir rəy yazarlar. Və bunu oxucuların bu çox xoşuna gələr, bir çoxlu like yığar, o rəylər gələr, repostlar olar. Amma ictimaiyyət bəzən bilməlidir ki, baxın, bu həkimlər olmasa necə olar? Biz bunu yaşadıq. Bu Covid dövründə, müharibə dövründə, yəni bu həkimlərin canını heç nəyə baxmadan insanların uğrunda göz yumulu verdiyini gördük. Covid dövründə neçə həkimlərimiz bu xəstələrə yardım eləyərək sağaldı. Müharibə dövründə həkimlərimiz şəhid oldu, qazi oldu. Yəni qərar verəndə sadəcə bu həkim pisdir deyib və filan kəs deyib ki, bu həkim pisdir, bu o deməkdir ki, pisdir. Yox, həkimin peşəkarlığını ictimaiyyətdə dəyərləndirmək çox çətindir. Mən başa düşürəm bunu, amma araşdırmaq, həqiqətən təhsili, harda oxuyub, təhsili nədir, bu günəcən bu hansı xəstəlikləri müalicə eləyib, yəni araşdırıb həkimə getmək lazımdır. Sadəcə bunu sosial şəbəkədə də deyil də, bəzən elə gəldiyi xəstəxanada, onun pasiyentlərindən, yəni yenə də başa düşürəm, bu çətin bir qərardır. Bu cür formulu yoxdur ki, bunu bu cür eləyək düz olacaq. Amma mənim istəyim bir xəbərdən, bir informasiyadan, doğru, yanlış bir şeydən həkimləri linç edib onları bəzən də karyerasının üstündən xətt çəkmək olmaz.